Qarabağ problemini həll edəcək yeganə dövlət bizik. Bu fikirləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. Onun sözlərinə görə İranın Azərbaycanla olan münasibətləri ayrı, Ermənistanla olan münasibətləri isə tam ayrıdır. Qarabağ problemi Azərbaycanla Ermənistan arasında iki dövlətin ərazi məsələsidir. İran bu problemin yalnız dinç yolla həll olunmasının tərəfdarıdır. İran indiyənə qədər onun nümunəsini göstərsəydi, heç olmasa Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlayıb, Ermənistanla münasibətləri minimuma indirsəydi, sırf İslam həmrəyliyi zəminində hərəkətlər etsəydi, buna inanmaq olar. Amma İran elan edir ki, qazı mən ermənilərə $100 satarım, hərbi əməkdaşlığı haqqında əlaqədar olması haqqında məlumat yaydır. İndi olsa da bu cür faktlar olurlar ondan sonrasına. Tarixi yaşaya-yaşaya nə cür İranın bu söylədiyi fikrə inana bilər. İran səfirinin sözlərinə görə Qarabağ problemi heç də müsəlman-xristiyan davası deyil. Stat, Azərbaycan vətəndaşları bizim Ermənistanla olan ilişkilərimizi yanlış dəyərləndirirlər. Müsəlman ölkəsi olan İranın Ermənistanla dövlət ilişkiləri qurmasında heç bir problem ola bilməz. Hər şey bir yana, İranda saysız-hesabsız ermənilər yaşayır. Biz onlarla hətta keçmişdə İraq müharibəsində çiyin-çiyinə vuruşmuşuq. Bundan başqa onların bizim Milli Məclisimizdə 2 vəkilləri də təmsil olunur. Keçmişdə Peyğəmbərimiz də xristianlarla müqavilə bağlayıb. Bizim siyonizmə qarşı olmağımız, əsla yəhudilərə qarşı olmağımız mənasını daşımır. İslam bizə ədalətli mövqe öyrətdi. Statın sonu. Yaxşı, tutalım elə səfirin dediyi kimi, bu Azərbaycan-Ermənistan arasında iki dövlət problemidir. O zaman xeyirdirmi, bütün xristiyan ölkələr niyə məhz ermənilərin tərəfini saxlayır? İşğal edilən xristiyan torpaqları olsaydı, haradasa səfirin bu bəyanatına haqq qazandırmaq olardı. Fakt ki, işğal olunan müsəlman torpaqlarıdır. İslamın hansı əsası müsəlman torpaqlarının xristiyanlar tərəfindən işğalına xaçpərəst ədaləti ilə yanaşaraq adını İslami ədalət qoyur? Niyə də Qarabağ problemi müsəlman problemi olmasın? Nədən Quds və yaxud Xaçpərəstin problemi müsəlman problemi ola bilir? Amma tərəfindən heç də əskik olmayan Dağlıq Qarabağ problemi və yaxud da ki Quds problemi müsəlman problemi ola bilir. Yəni məntiqlə sözlərini söyləməlidirlər. Regional güc dövləti olduqlarını isbatlamaq üçün özlərini dünyada yerimizdən siyasət meydanına soxmağa çalışmamalıdırlar. Bir sözlə, İranın ölkəmizə qarşı son aylar açıq-aşkar ortaya qoyduqları mövqe heç də ürəkaçan deyil. Belə getsə çox güman ki, Azərbaycan əməkdaşlıq etdiyi ölkələr sırasına bir daha nəzər yetirməli olacaq. Könül Rasim qızı, Vizyon TV.